Axşamınız xeyir əziz dostlar. Mən buradan üzümü tuturam bu səhifə admini Zamiqə. Bu Zamiq pulu nə cür qazanır? Mən indi müraciət də eləyəcəm sonra Azərbaycan polisinə. Səhifə admini adı altında müğənniləri şantaj edib pul qazanır. Belə 2-3 ay bundan öncə bizdən alıb 200 manat. Onun da sübutları var, səs yazıları, çekləri. Deməli buradan deyirəm Zamiq, mənim şəklimi, adımı səhifəsinə qoyanın arvadı fahişədir. Bir mənalı, ayrı yolum yoxdur. Hər həftə küçədən keçənin birini çağırıb orada məni söydürüb prim yığacaqsan. Ona görə mənim şəklimi, adımı, Afət Fərman qızı, müğənni, bu ad familiyanı, ata adını və mənim videomu, şəklimi səhifəsində yerləşdirib, yaxşıya pisə yerləşdirən Zamiq, indiyə qədər olanları da silməyənin arvadı fahişədir. Buradan deyirəm. Bu videodan sonra mən aidiyyatı qurumlara səslənəcəm. Bunun şantaj yolu ilə bizlərdən nə cür pul qazanmağını müraciət edəcəm.